Onlar öyrənən deyil, canlarındakı budur. Biz gənclik dövrümüzdə müəyyən qaydaları öyrənib gəlmişik. Səhnədə necə hərəkət eləyə, nələri deyə bilərik. İndiki gəncliyə sərbəstlik yox, özbaşınalıq verilib. Bu sözləri əməkdar artist Gülüstan Əliyeva İncə Səhər verilişində deyib. O efirə qısa, açıq-saçıq geyimdə çıxan müğənniləri və buna şərait yaradanları tənqid eləyib. Zamanın dəyişməsi o demək deyil ki, səhnədə nə istəsən eləyə bilərsən. O gün bir gənc müğənnini Instagramda gördüm. Onun yerinə utandım. Elə bildim oradayam və özümü pis hiss elədim. O cürdə efirə çıxıb. Bunu rejissor, prodüser görmür ki, necə efirə çıxır. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Harda biədəb şey var, bizim millət onu tez götürür. Düzdür, konsertlərdə, tədbirlərdə açıq geyinmək olar, xüsusilə də estrada ifaçıları. Amma efir etalondur. Buna yol vermək olmaz. Dünən səhnəyə çıxmısınız. Bu özgüvən deyil, tərbiyəsizlikdir. Oyna, rəqs elə. Bunun üçün qısa geyinməli deyilsən. Sizə gənc nəsil baxır. Buna imkan verməyin. Bunu efirdə təbliğ eləməyin. Elə ab-hava yaratmaq lazımdır ki, o özünü yığışdırsın. Efir mədəniyyəti yoxdur, deyə əməkdar artist verilişdə açıqlamasında deyib.